İyunun 11-də Ədliyyə Naziri Fikrət Məmmədov Göyçayda 15 rayondan olan vətəndaşları qəbul edib. Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılma iyunun 5-dən başlayıb. Nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq yaradılan birbaşa yazılmaq imkanı qəbul prosedurunu xeyli asanlaşdırıb. Elə bunun nəticəsi kimi 100 nəfərdən artıq vətəndaş nazir tərəfindən qəbul edilib. Ədliyyə Naziri Fikrət Məmmədov iyunun 11-də Göyçay şəhərində vətəndaşların qəbulunu keçirib. Qəbulda Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam və digər rayonlarda yaşayan vətəndaşlar, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlər iştirak edib. Qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini fərdi şəkildə dinləyib. Həmçinin onların ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün müvafiq qaydada göstəriş verib. Nazirin tapşırığına əsasən bəzi problemlər dərhal yerindəcə Nazirliyin məsul işçiləri tərəfindən həll edilib. Təşəkkür edirəm cənab nazirə ki, rayonumuza təşrif buyurdu və əhalinin haqlı şikayətləri ilə yerlərdə tanış oldu. Nazirimiz söz verdi ki, mənim haqlı olan şikayətlərim qanun çərçivəsində həll olunacaq ən qısa zamanda. Bir fərdi yaşayış evi məmurlarla və digər sakinlərlə oyuna qoyulduğu halda mən onunla əlaqədar müraciət eləmişəm ki, bunu araşdırıb mənim mənzilimə köçürsünlər. Evladımla mən qalmışam Kuşada. Cənab nazir söz verdi bizə ki, təmin olunacaq. Qəbul zamanı bölgə vətəndaşlarını, digər müraciətlər isə hər tərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib. Onu da qeyd edək ki, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb. Aidiyyəti üzrə göndərilməsi təmin olunub. Qeyd edək ki, nazir görüş zamanı ümumilikdə 100-dən çox vətəndaşı qəbul edib. Samir Göyçaylı, Aysel Bayramova, LTV, Göyçay.